Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Orlean həbsxanasından qaçan Derek Gross və Antoine Masseyin axtarışları davam edir. Hüquq mühafizə orqanları ictimaiyyəti ehtiyatlı olmağa və hər hansı bir məlumatı dərhal bildirməyə çağırır. Derek Gross 2 nəfərin ölümündə günahlandırılır. Qeyd edək ki, həbsxanadan 10 dustağın qaçması ölkədə böyük rezonans doğurub. Hadisə may ayında baş verib. Məhbuslar həbsxananın tualetinin arxasında gizli bir dəlik açıblar. Bu yerdən keçərək təchizat qapısından çıxıblar. Həbsxananın təhlükəsizlik sistemindən yayınaraq gecə saatlarında müəssisəni tərk etməyə nail olublar. Onların yoxluğu isə səhər saat 8:30-da aparılan rutin yoxlama zamanı aşkarlanıb. 8 məhbus saxlanılıb. Digər ikisi Derek Gross və əvvəllər də dəfələrlə qaçmağa cəhd edən Antoine Massey'dən isə xəbər yoxdur. Qaçışın planlaşdırılmasında həbsxana əməkdaşlarının iştirakı şübhə doğurub. İstintaq çərçivəsində məlum olub ki, 33 yaşlı texniki işçi Sterling Williams məhbuslarla əlbir olub. O, kameranın su təchizatını kəsərək bu yolla qaçışa şərait yaradıb. Williams məhbuslardan biri tərəfindən hədələndiyini iddia edib. Bundan əlavə müəssisənin keçmiş əməkdaşı Dariana Burton qaçışın planlaşdırılmasında iştirak etdiyi üçün həbs edilib. O, məhkum Gross ilə əlaqə saxlayaraq qaçış planlarını koordinasiya edib. Orleans həbsxanasının şerifi Susan Hudson mətbuata açıqlamasında bildirib ki, hadisə ciddi araşdırılır və bəzi əməkdaşlar işdən kənarlaşdırılıb. O, eyni zamanda həbsxananın təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasını tələb edib. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.